Hamıya salam dostlar, xoş gördük sizləri. Keçən dərsdə biz qısa olaraq məntiqin 5 fənddə işlənən müqəddimələrinə, yəni əsas olaraq 5 fənnə daxil olduq və gəldik 5 fənnin, dedik ki 5 fəndə işlənən müqəddimələr 8 yerə bölünür. Biz birincisindən danışırıq, hələ ki, yəni onlardan birincisi yəqin hökmlər və yaxud da aksiyomlar deyirlər. Aksiyomların da özü 6 hissədən ibarətdir ki, bir-bir gəlib bunları oxuyacaq. Birinci aksiyomların birincisi ilkin prinsiplər idi və ilkin prinsiplər haqqında biraz onu tərif etdik və bildik ki, ilkin prinsiplər nədir? Burada biz dedik ki, ilkin prinsiplər deyilir ki, 3 dənədir, 2 ziddin hasil olması qeyri-mümkündür, yəni paradoks kimi. Və yaxud da tam, ikincisi budur ki, tam öz hissələrindən böyükdür və üçüncüsü də vücud mövcuddur, varlıq mövcuddur. Bu üçün deyirlər. Təbii olaraq biz dedik ki, bəzi məntiqçilər qeyd edirlər ki, əslində ilkin prinsiplər bir dənədir. O da ki, paradoks, yəni 2 ziddin hasil olması qeyri-mümkündür. Və dedik ki, 2 ziddin aradan getməsi də qeyri-mümkündür. Bu elə 2 ziddin bir araya gəlməsindən hasil olur. Yəni, eyni şeydir, belə götürsək. Nə kitab, məsələn, nə yoxdur, nə də vardır. O qayda ilə kitab həm vardır, həm yoxdur. Buna qayıdır. İlkin prinsiplər əslində bir dənədir qeyd edirlər. Digərləri vücud mövcuddur və yaxud da tam öz hissəsindən böyükdür. Yadınızda biz demişdik ki, ilkin prinsiplərlə bədihilərin də fərqini qeyd etdik. İlkin prinsiplər onlar idi ki, dəlil gətirib əsaslandırmaq qeyri-mümkündür. Aksiyondur, biz onu qəbul edirik. Amma necə qəbul edirik? Bunu heç subyekti təsəvvür etdin, dərhal onun təbii ki, predikatda zehnə gələcək. Keçənbə dediyimiz kimi, paradoks qeyri-mümkündür. İnsan paradoksu zehnə gətirən kimi artıq başa düşür ki, qeyri-mümkündür. Onun predikatda zehnə gələcək. Yəni, bunu əsaslandırmada ehtiyac yoxdur. Heç ümumiyyətlə əsaslandıra da bilməzsən. Paradoks qeyri-mümkündür. Hə, gəl bir dənə əsaslandıraq bunu. Mən necə əsaslandırım? Bu aydındır, aksiyonlardandır, yəni ilkin prinsipdir. Bunu heç cür biz əsaslandıra bilmərik. Ona görə ilkin prinsiplər tərifində də qeydəndə demişdik ki, ilkin prinsiplər əsaslana bilməz. Lakin burada biz tam öz hissəsindən böyükdür. Bu da mı ilkin prinsipidir? Yəni, bu da mı? Əgər əsaslanmırsa, təbii ki, ilkin prinsip kimi ola bilər. Amma əsaslanırsa, deməli, ilkin prinsipi deyil. Çünki biz demişdik ki, ilkin prinsiplər bədihilərdən fərqlidir. İlkin prinsipi əsaslandırmaq qeyri-mümkündür. Amma bədihilər 2 hissəyə bölünür. Bəzi bədihilər var ki, ilkin prinsip kimidir. Bəli, onu da əsaslandırmaq qeyri-mümkündür. Amma bəzi bədihilər var ki, xeyr, bədihidir, lakin əsaslandıra bilərik. İlkin prinsipdə isə belə deyil. İlkin prinsipin hamısı əsaslana bilmir. Yəni, əsaslanmır. Bədihi dedik 2 qismə bölünür. İndi tam öz hissəsindən böyükdür deyəndə, bəlkə indi biri deyəcək ki, məsələn, tam öz hissəsindən böyük. Niyə ki, tam öz hissəsindən böyük ola da bilər, olmaya da bilər. Kimsə belə qəbul edəcək. Artıq burada əsaslanma baş verməlidir. Biri desə ki, xeyr, tam öz hissəsindən böyük ola bilər. Bunu iddia eləsə, biz əsaslandıracaq ki, tam öz hissəsindən böyük ola bilməz. Biz necə əsaslandıracaq? Biz deyəcəyik ki, burada əgər desən ki, sən burada gəlib deysən tam öz hissəsindən böyükdür, bunu qəbul etdin və sonra gəlib deysən ki, tam öz hissəsindən böyükdür, bəzən də tam öz hissəsindən məsələn böyük olmaya da bilir. Belə gəlib deyirsən. Halbuki burada paradoks yarandı. Bir yerdə deyirsən tam öz hissəsindən böyükdür və sonra deyirsən tam öz hissəsindən böyük olmaya da bilər. Sən burada paradoks yaratdın. Və bunu əsaslandırmağı paradoks vasitəsilə əsaslanır. Deməli, birbaşa tam öz hissəsindən böyükdür. Bu birbaşa ilkin prinsiplər kimi, paradoksun özü kimi aydın deyil. Xeyr, bunu əsaslandırmalısan. Bunu əsaslandırmaq üçün də paradoks vasitəsilə əsaslandırırsan. Buna görə də bu ilkin prinsipdən hesab olunmur. Paradoks kimi
aydın və əsaslandırmadan İnsan əsaslandırmadan onu qəbul edir. Bu paradoks kimi deyil. Sən tam öz hissəsindən böyükdür qəziyyəni özünü gətirib paradoksuna əsaslandırırsan. Yəni, bu da o mənada çıxır ki, deməli, onda bu ilkin prinsipdən hesab olunmadı. İlkin prinsipin şərti budur ki, əsaslanmır. Bu cəhətdən bəzi məntiqçilər gəlir, deyirlər ki, tam öz hissəsindən böyükdür. Bu, heç də ilkin prinsiplərdən sayılmır. Sonra, növbəti məsələ. Vücud mövcuddur ki, deyir ki, bu ilkin prinsiplərdəndir. Xeyr, vücud mövcuddur, ilkin prinsipdən hesab olunmayacaq. Bunu da əsaslandırmaq olur. Yəni, biri gəlib deyir ki, vücud mövcuddur. Bunu necə əsaslandıracaqsan ki, vücud mövcuddur? Keçən də biz dedik ki, predikasiya iki cür ola bilir. Əl-məhmulu min səmimihi, əl-məhmulu min səmimihi, əl-məhmulu min damimihi. Məsələn, biz qeyd etmişdik ki, biri var, deyirik ki, maşın ağdır. Burada iki şey var. Maşın, biri də ağlıq. Maşın başqa bir şeydir, xarici aləmdə, obyektiv aləmdə, ağ başqa bir şeydir. Və ağ maşına predikasiya olunur. Bu, əl-məhmul min dəmimihi idi. Yəni, başqa bir nəsnəni gətirib digər başqa bir nəsnəyə nisbət veririk, birləşdiririk. Amma əl-məhmul min səmimihi isə bu idi ki, iki nəsnə deyil, obyektiv aləmdə bir nəsnədir. Sadəcə olaraq o bir nəsnənin içərisində təhlillə iki şey ortaya çıxardırıq. Məsələn, keçən və dedik, fərz eləyək, deyirik ki, Allah mövcuddur. Allah mövcuddur deyəndə burada Allah başqa bir şeydir, vücud başqa bir şeydir və vücud gəlib Allaha nisbət verilir, Allah mövcud olur, var olur, belə deyil. Və yaxud da məsələn, insan mövcuddur deyəndə, xaricən deyirik, insan mövcuddur. Bəyəm, insan başqa bir şeydir, mövcud başqa bir şeydir? Xeyr. Təbii ki, mən istəmirəm onu dərinliyə gedim. Bu fəlsəfədə vücudu əsl olaraq qəbul edənlərə aiddir. İndi bəzilər xarici aləmdə deyə bilər ki, xarici aləmdə mahiyyət əsildir, vücud gəlib ona nisbət verilir. Bu fəlsəfənin mövzusu ki, bu dərinliyə girmək istəmirəm. Mən vücudu əgər xarici aləm, obyektiv aləmdə əsl olaraq qəbul edəcək, yəni vücuddan başqa bir şey yoxdur, hər şey vücuddur. Mahiyyət isə, belə deyək, şərti bir şeydir, təhlildən ortaya çıxır. Bu fəlsəfənin mövzusudur, mən bunun dərinliyə girmək istəmirəm. Bəli, burada biz deyəndə insan mövcuddur, insan başqa bir şey deyil, mövcud, insanın vücudu başqa bir şey deyil ki, eyni şeydir. Sadəcə olaraq insanı təhlil eləyəndə onun bir insan tərəfi ortaya çıxır, bir də ki, vücud tərəfi ortaya çıxır. Və yaxud da başqa bir misal da demişdik. Bayaq dediyim kimi, biri var ki, deyirəm, maşın ağdır, maşın başqa bir şeydir, ağ başqa bir şeydir. Biri var ki, deyirəm ki, ağlıq ağdır. Sual, ağlıq başqa şeydir, ağ başqa bir şeydir. Bəyəm, ağ gəlir, ağla nisbət verir. Xeyr, o ağlığın içərisindən biz, ona görə səmimi deyərlər, onun içərisindən çıxardırıq, təhlil eləyirik və belə deyək, predikasiya yaradırıq burada. Ona görə də vücud mövcuddur deyəndə necə əsaslandırırsan ki, vücud mövcuddur? Əgər biz bunu əl-məhmul min səmimihi götürməsək, yəni vücud mövcuddur deyəndə burada təsəlsül, burada belə deyək, silsilə yaranacaq və təsəlsül də əqli cəhətdən qeyri-mümkündür. Məsələn, bir vücud var, deyirsən ki, bax, bu vücud mövcuddur. Yaxşı, bu vücud olmalıdır ki, bu mövcudluq ona nisbət verilsin. Tamam, nisbət verildi. İndi isə bu vücudun özü də olmalıdır ki, belə deyək, buna nəsə nisbət verilə bilsin. Və bu olandan sonra, yəni bu nəyin özünə nisbət verilir? Bu da özündən əvvəl başqa bir vücud olmalı ki, bu o vücuda nisbət verilsin ki, bu var ola bilsin. Və bunun da var olması üçün buna ehtiyac var. Bu da var olması üçün özündən əvvəl başqa bir vücud olmalıdır və belə təsəlsül yaranır. Get-gedə təsəlsül yaranacaq, ortaya bir şey çıxmayacaq. Yəni, vücud mövcuddur deyəndə hər vücuddan əvvəl başqa bir vücudun varlığı olmalı ki, bu vücudlar olaraq nisbət verilsin. Və axırda biz gələndə vücud mövcuddur deyəndə bunu rahatçılıqla nisbət verə bilək. Əks halda burada təsəlsül yaranacaq və ortaya heç bir şey çıxmayacaq. Ona görə burada deyirik ki, vücud mövcuddur deyəndə bu vücud artıq var, özü var.
bu nəyəsə nisbət verilib, varlığı ortaya çıxmır. Başqa bir vücuda nisbət verilib, vücud mövcuddur. Bu mövcudluq, bu vücud ortaya çıxmır. Bu zatən var və bu özündən əvvəl heç bir şeyə nisbət vermir. Bir növ belə deyək, bu müstəqil olaraq vardır. Özündən əvvəl heç bir şeyə bağlı deyil. Onun üçün rahatlıqla bu vücuda deyəndə bu vücudu gətiririk, deyək ki, vücud mövcuddur və rahatlıqla buna nisbət verə bilirik. Yəni, burada artıq bir növ belə deyək, əl-məhmul min səmimihi kimi ortaya çıxır. Və burada da deyəndə vücud mövcuddur, eyni şeydir. Bu mövcuddur, vücud eyni şeydir. Sadəcə təhlillə iki şey ortaya çıxardırıq. İki bir növ deyək, anlayış ortaya çıxardırıq. Necə ki, bayaq dediyim kimi, insan mövcuddur. İnsan başqa bir xarici aləmdə iki şey yoxdur ki, bir insan, bir də insan vücudu. Və burada vücud mövcuddur deyəndə bir vücud, bir də mövcud, iki dənə şey yoxdur. Elə vücuddur. Biz təhlildən əl-məhmul min səmimihi, o vücudun içərisindən iki şey ortaya çıxardıb subyekt və predikat arasında nisbət. Yəni burada predikasiya yaranır. Və biz gəlib vücudun mövcud olmasını bununla əsaslandırırıq. Əgər belə olmasın da hər bir vücud özündən əvvəlki başqa vücuda bağlı olacaq ki, bu var ola bilsin, bu nisbət verilsin özündən əvvəlki. Ta elə gedəcək, axırda təsəlsül yaranacaq, ortada heç bir şey çıxmayacaq. Biz bunu gəlib bundan isbat edirik. Bir növ, əqli dəlillə bunu isbat edirik. Yaxşı, çox gözəl, isbat etdik. Əgər vücud mövcuddur, isbat ediriksə, əqli dəlillə gəlib bunu isbat ediriksə, kiməsə isbat ediriksə, onda bu heç ilkin prinsip olmadı ki. Axı, ilkin prinsip dedik, axı, paradoks kimi əsaslanmağı mümkün olmamalıdır. Paradoks qeyri-mümkündür, əsas olmadan, yəni əsaslandırmadan zaten insanlara bu aydındır. Heç ümumiyyətlə əsaslandırmaq mümkündür. Amma sən burada vücud mövcuddur, əsaslandıra bildin. Əgər əsaslandıra bilirsənsə, deməli bu ilkin prinsipdən sayıla bilinməz. İlkin prinsipin qaydasına uyğun olmadı. Bu cəhətdən də məntiq alimləri, bəzi məntiq alimləri deyirlər ki, ilkin prinsip yalnız bir dənədir, o da paradoks. Ki, paradoks əsaslanmır və hər bir şey vücud mövcuddur, tam öz hissəsindən böyükdür. Bunların hamısı və yaxud da digər nəzəri qəziyyələr, digər qəziyyələr, hətta bəzi bədii qəziyyələr, o bədii qəziyyələr ki, əsaslandırıla bilir. O qəziyyələrin hamısı qayıdır paradoks vasitəsilə isbat olunur. Yeganə bir dənə paradoksdur ki, o da ilkin prinsipdə onun başqa bir əsaslanmağı yoxdur. Yəni, o əsaslanmadan heç ümumiyyətlə əsaslandırmaq olmur. Təbii ki, yenə qeyd edirəm, bu bəzi məntiqçilər isə buna diqqət etməyiblər. Onlar düşünüblər ki, xeyr, əslində 3 dənədir. Amma ən doğru nəzər, düşünürəm ki, ən doğru nəzər və bunu biz təhlil ilində görürük ki, ən doğru nəzər budur ki, bəli, həqiqətən də ilkin prinsip bir dənədir, o da paradoks. İki ziddin hasil olması qeyri-mümkündür. Burada başqa bu kitabda hər bir nəticənin səbəbə ehtiyacı var. Bunu da gətirib, təbii ki, bunu bəzi kitablarda bu gəlmir, bu barədə danışılmır. Mən istəmirəm onu dərinə gedim. Bu da elə bu bizlər kimi demək olar ki, paradoksa söykənərək isbat olunur. Xülasə budur ki, ilkin prinsiplər yalnız bir dənədir, o da paradoks. Bu da dostlar, bizim ilkin prinsip haqqında bəhsimiz idi ki, biz yəqini aksiom olan hökmlərdən birinci hissəni, aksiom olan hökmlər 6 hissəyə bölünür. Onlardan biri ilkin prinsipləri qurtardıq. İndi isə gəldik dostlar aksiomların ikinci hissəsinə. Aksiomların ikinci hissəsi isə hissi hökmləri və yaxud da müşahidələr də deyirlər. Hissi hökmlər də aksiomun ikinci hissəsindəndir. Təbii ki, qeyd edəcək aksiom müşahidələr, hissi hökmlər insana yəqinə çatdırır, yoxsa yox. Çünki biz bu yəqinin qismlərindən də aksiom, yəni yəqinin qismlərindəndir. Hissi hökmlər, müşahidələr də yəqinin ikinci qismidir. Yəqin deyilsə, təbii ki, insana yəqinə çatdırmalıdır hissi hökmləri. Amma bunu təhlil edəcək ki, necə? Təbii ki, hissi hökmlər və yaxud da müşahidələr
iki cür ola bilir. Bir, zahiri üzvlər, zahiri hisslər və batini hisslər. Yəni 5 hiss üzvləri görmək, qoxlamaq, dadmaq, iyi bilmək və toxunmaq ki, bunlar 5 dənə hiss üzvləridir. Və batini hisslər də var. Batini hisslər isə məsələn xəyallar, vəhimlər, bunlar barəsində danışacaq gələn dərsdə. Müştərək hisslər ki, bunlar hamısı xəyallar batini bir hissdir. Vəhim batini bir hissdir. Bunlar da olur batini bir növ deyək, müşahidələr, batini müşahidələr olur. Amma hiss üzvlərinə təbii ki, o 5 dənə hiss üzvlərinə deyərlər hissiyyat. Onlar hissiyyat adlanır. Daha çox onlar hissiyyat gedir. Məsələn, bir misal deyək bu dediyimiz hissi hökmlərə. Biz qarşımıza bir od görürük. Və biz yəqin bilirik ki, bizə yəqin hasil olur ki, bu oddur. Yəni, qarşımızda gördüyümüz oddur. Mən onun gözümdən görürüm, yəqin bilirəm ki, bu oddur. Və yəqin də dedik ki, ən əvvəldə demişdik, yəqinin 2 əsası var. 4-dür təbii ki, amma 4-dən, yəni 4 dənəsinə əvvəldə olan 2 dənəsi lap əsasdır. O birisilər də zaten bunlara bağlıdır. Yəqin demişdik ki, 2 əsas var. Bir budur ki, 2 sütunu var. Bir budur ki, biz bir şey yəqin edirik və ikincisi budur ki, həmin o yəqin etdiyimiz şey aradan getmir, yəni aradan getməməlidir. Məsələn, tutaq ki, bu oddur, fərzən deyirik. Əgər o yəqindən götürsə. Mən yəqin edirəm ki, bu oddur, bunun od olmasını yəqin etdim və ikinci budur ki, bu yəqinim aradan getməyəcək. Yəni, bilirəm ki, mən nə vaxtsa səhv gördüyümü, yəni səhv görməyəcəm və səhərsi ki, mən deməyəcəm ki, gördüyüm səhv idi, odur. Yəni, bu yəqinim aradan getməyəcək. İkinci əsas da bu idi, yəqinin aradan getməməsi. Predikat subyektə nisbət verilir. Misal üçün, Allah mövcuddur. Allahın mövcud olmasını yəqin bilirsən və bu mövcudluq, yəni predikat ondan aradan getməməsini yəqin bilirsən. 2 əsası var idi yəqinin. Biz odun isti olmasına yəqin etmək üçün, indi isə biz gəri odun isti olmasına yəqin edirik. Bunlar hamısı hiss üzvlərindən görməklə. Və ikinci hiss üzvləri artıq məsələn toxunmaq, əlindən toxunmaq olur. Bəli, biz odun isti olmasını yəqin etmək üçün əlimizi ona vururuq. Əlimizi ona vururuq və bizim zehnimizdə bir yəqin hasil olur. Zehnimizdə biz yəqin edirik ki, od istidir. Yəni, odun istilik xüsusiyyəti var. Bu da toxunmaqla bizim zehnimizə yəqinlik hasil oldu. Buna deyərlər hissi hökmlər, hiss üzvləri vasitəsilə yəqinə çatırsan. Hissi qəziyyələr cüz'i, yəni xüsusi qəziyyələrdir. Biz xüsusi şeyləri müşahidə edib və xüsusi nəticələr əldə edirik. Çünki odun var olmasının, odun isti olmasının, gördüyümüz şeyin od olması, bunlar hamısı xüsusi şeylərdir. Ümumi bir şey deyil, yəni ümumi qanun kimi bir şey ortaya çıxmır. Bütün insan canlıdır kimi, məsələn, ümumi bir şey çıxsın, ümumi bir nəticəsin. Xeyr, hissi üzvlərdə, hissi olan hökmlərdə əldə etdiyimiz şeylər, hökmlər, yəni qəziyyələr, xüsusi qəziyyələr olur. Xüsusi qəziyyələr üzərində qurulur və təbii ki, xüsusi nəticə alınır. Əlbəttə, hissi qəziyyələr bəzən səhv ola bilir. İnsan bəzən hissi qəziyyələr səhvə yol verə bilir. Bu mümkündür. Mümkün ki, gördüyüm, mən səhv görmüşəm, gözüm səhv görüb, o deyilmiş başqa bir şeymiş, o da oxşatdım, misal olaraq. Və yaxud da, məsələn, mümkün də əlimi filan yerə toxundurdum, mənə elə gəldi ki, o soyuqdur, sən deyim, o istəymiş, müəyyən bir səbəbə görə, hər hansı bir səbəbə görə mən onu səhv hiss eləmişəm. Bu mümkündür, bəli, mümkün ola bilir. Hiss üzvləri %100 deyə bilmərik ki, hamısı düzdür. Bəzən səhvlərə yol verilə bilər. Məsələn, dediyimiz kimi, əlini oda vuranda, məsələn, biz nə deyirik? Əlimizi oda vuranda deyirik, od istidir. Odun istiliyinə yəqin edirik biz burada. Burada təbii ki, yəqin etmək, ümumi mənada yəqin etmək olur artıq. Yəni, ümumi yəqin, xüsusi yəqin yox, ümumi elm.
ki demişdik, xüsusi elm, xüsusi yəqin odur ki, 2 dənə bunun əsası var. Yəqin edirsən və bilsən predikat heç vaxt subyektdən ayrıla bilməz. Bunu yenə dedik. Və burada hissi üzvləri vasitəsilə hissi hökmlər ümumi mənada yəqin olur. Yəni mən belə görürəm, mən əlimi toxundum, bunun məsələn isti olmasını bildim. Bu ümumi mənada yəqindir. Ola bilsin ki, səhv olsun, ola bilsin gələcəkdə məsələn səhv olduğu məlum olsun və mən səhv nəticə əldə edeyim. Bunlar yəni ümumi mənada olan yəqinlər olur. Çünki bu kimi qəziyyələrdə, hissi hökmlərdə olan qəziyyələrdə təbii ki, dediyimiz kimi xəta mümkündür. Və yaxud da başqa bir misal deyək, indi ondan qeyri başqa bir misal deyək. Uzaqda biz ulduzu görürük. Ulduz bizə balaca görsənir. Bu bizə allada bilər. Kimsə məsələn elmdən başa çıxmasa, ulduz yəni planetdən falan başa çıxmasa tutaq ki, fərcləyək. Elə biləcək ki, ulduz balaca bir şeydir. Yəni bu belə deyək, insanı allada bilir. Göz burada insanı allada bilər. Bəzi şeylərdə də insanı allada bilər. Elə şey var ki, mən məsələn belə görürəm, amma uzaqdan görürəm, sən demə bu belə deyilmiş. Yaxınlaşdıqca görürəm ki, bu fərqli bir imiş. Mən bunu filan kəsdən səhv saldım. Yəni müşahidələr hissi üzvlərlə hiss etdiyimiz şeylərdə səhv ola bilir. Ona görə deyilir ki, hissin xəta etməsi çoxdur. Məntiq alimlər də qeyd edirlər ki, ümumiyyətlə istər məntiq alim və bəzi alimlər qeyd edirlər ki, deyənlər var deyən bunu, hissi üzvlərindən hissini xəta etməsi mümkündür və hətta qeyd ediblər ki, minlərə çatır. Yəni hissi üzvlərin bəzən xətası minlərə çatır. Minlərcə məsələn hissi üzvlərinin xəta etməsi var. Deməli dostlar, burada da anlaşılır ki, hissi hökmlərdə yəqin ola bilmir insanda. Təbii ki, yenə deyirəm, yəqin xüsusi mənada yəqin ola bilmir. Ümumi mənada yəqin ola bilir. Bu ilkin prinsip kimi insana xüsusi mənada yəqin gətirmir. Burada insanda sadəcə olaraq cəzm ola bilir. Cəzmdə biri var yəqin, biri var cəzm. Və aydındır, yəqin deyəndə dediyimiz kimi həmin o 2 dənə əsas var yəqində. Allah mövcuddur kimi Allahın mövcud olmasını yəqin bilirik və predikatın heç vaxt mövcudun ondan heç vaxt ayrılmamasını yəqin edirik. Amma cəzm deyəndə ümumi mənada yəqin hesab olunur. Burada hissi hökmlərdə insana cəzm gətirir, yəni yəqin gətirmir. Amma məsələ bundan ibarətdir bu ki, burada bir irad oluna bilər ki, axı biz burada bayaqdan aksiyondan danışırıq və aksiyonun bölgülərini aparırıq. Biz birinci gəldik dedik ki, aksiyonun ilkin olan bölgüsü, yəni növü ilkin prinsiplərdir. Sonra biz gəlib deyirik ki, hissi hökmlərdir. Axı bu belədirsə bu necə aksiyon oldu? Aksiyona uymur axı. Aksiyonun bu bölgüsünə sayıla bilməz axı. İnsana tam yəqin gətirmir. Bu necə ola bilir? Təbii ki, burada qeyd etmək lazımdır ki, hissiyyətləri yəqinə çatdırmaq olar. Hissi üzvlərinə insan yəqinə çata bilər. Bu şərtlərdən məsələn gəlib artıq biz buna deyə bilərik ki, aksiyonun növlərindən biridir. Bu cəhətdən götürsək, xüsusi yəqin cəhətindən götürsək ki, bu xüsusi yəqin deyil. Bəzən insan xüsusi yəqinə çata bilir. Tam da belə deyil. Düzdür, məsələn dedik, minlərlə insan xətaya yol verə bilir hissi üzvlər vasitəsilə. Amma bəzən də insan onu yəqinə gətirib çata bilir. Xüsusi mənada yəqinə çatdırmağı mümkündür. O da budur ki, hissiyyətlərin yəqin olması üçün birinci sillogizm qurmalısan. Sillogizm quranda yəqinin nəticə əldə etmək lazımdır. Biz sillogizm qururuq hissi hökmlər vasitəsilə. Sillogizm quranda və nəticə əldə edəndə mütləq olaraq o sillogizmin içərisində biz elə bir müqəddimə gətirməliyik ki, o müqəddimənin özü yəqini ola bilsin. Yəni, məsələn, o müqəddimənin özü gəlib ilkin prinsiplərdən olsun. İlkin prinsipə söykənə bilsin. Ondan sonra, bəli, biz deyə bilərik ki, burada hissi hökmlər insanın yəqinə çatdırır. Çünki burada müqəddimələr, sillogizm qurulanda bu müqəddimələrin içərisində yəqin hökmlərdən, yəni xüsusi mənada olan yəqinlərdən istifadə olunur. Tutaq ki, məsələn, ilkin prinsiplərdən istifadə olundu. Deməli, hisslərdə dəlilə ehtiyac var.
Bunun ilkin prinsipindən fərqi budur. Bir daha bunu mən istəyirəm qeyd edeyim. Ondan sonra keçək bu mövzuya ki, qaranlıq qalmasın. Deməli, biz hissi hökmlərdə birbaşa deyə bilmərik ki, hissi hökmlər insana xüsusi mənada yəqinət çatdırır. Xeyr, minlərlə xəta ola bilir hissi hökmlərdə. Amma yəqinət çatmaq üçün, insana yəqinət çatdırması üçün, xüsusi mənada yəqinət çatdırmaq üçün biz sillogizm quranda o sillogizmin müqəddimələrindən biri xüsusi mənada olan yəqinlərdən istifadə olunmalıdır. Məsələn, paradoksdan istifadə olunmalıdır fərz edək. Paradoksu söykənməlidir ki, onun vasitəsilə biz deyək ki, bu xüsusi olan yəqindir. Burada mən hissim burada çaşmır, hissim burada mənə səhv nəticə vermir. Şərti, yəni budur. Və buradan da aydın olur ki, dostlar, deməli, hisslərdə dəlilə ehtiyac var. Bir şeyi biz müşahidə eləyəndə, hiss eləyəndə dəlilə ehtiyac var. Hissi əsaslandırmaq üçün hissi əsaslandırmaq lazımdır. Amma ilkin aksiyomda yox. İlkin aksiyomla fərqi budur ki, ilkin aksiyomda dəlilə ehtiyac yoxdur, dəlil gətirə bilməzsən, əsaslandıra bilməzsən, lakin hisslərdə əsaslandırmaq lazımdır. İndi hissləri gətirib ilkin prinsiplər vasitəsilə əsaslandır, işimiz yoxdur. Amma son nəticə etibarilə belə deyək ki, əsaslandıracaqsan. Axır əvvəl hissi hökmlərdə əsaslandırmaq lazımdır. Bəli. Bu ilkin prinsiplə hissi hökmlərin arasında fərq idi. Buna görə də məntiq alimləri belə deyirlər. Məntiq alimləri qeyd edirlər ki, müşahidələr və yaxud da hissi hökmlər onların yəqini olması üçün biz istəyirsə onlar yəqin olsun, xüsusi hissi qəziyyələr yəni burada biz hissi hökmünün yəqin olmasını bilmək istəyiriksə, bu nəticənin yəqin olmasını bilmək istəyiriksə, biz sillogizmdə xüsusi bir, məsələn, kiçik müqəddimə. Kiçik müqəddiməsində, müqəddiməni gətirəndə kiçik müqəddimə, böyük müqəddimə, kiçik müqəddimədə gətirib hissi qəziyyələri xüsusi qərar verməliyik. Orada xüsusi olmalıdır. Ona görə qeyd olunur ki, müşahidələr yəqini olması üçün xüsusi gətirməliyik və kiçik müqəddimə. Yəni, kiçik müqəddimədə bir hökm gəlməlidir. Hissi hökmlərdirsə, hissi hökmlərin biz gətiriksə, o hissi hökmlər kiçik müqəddimədə gəlməli və xüsusi təbii ki, olmalıdır. Sonra nə etməliyik? Sonra ona əqli, yəni ümumi əqli, böyük müqəddiməyə ümumi əqli bir müqəddiməni birləşdirməliyik ki, düzgün nəticə ortaya çıxsın. Sən, məsələn, kiçik müqəddimədə birinci gətirsən nəyi? Xüsusi müqəddiməni, hissi hökmünü gətirirsən və xüsusidir. Amma artıq böyük müqəddiməni gətirəndə, böyük müqəddimə əqli olmalıdır, ümumi hökm olmalıdır və təbii ki, əqlə söykənən hökm olmalıdır. Məsələn, deyirik ki, Əhməd düşünəndir, bu xüsusidir və sonra gətirib deyirik ki, bütün düşünən insandır, bütün düşünən insandır, artıq ümumidir və əqlidir. Yəni, elə bir şey gətirməlisən ki, əqli olmalıdır. Təbii ki, indi burada işimiz yoxdur, mən bunu dərinə getmək istəmirəm, bütün düşünən insandır, əqlidir, yoxsa yox. Ümumi götürsək ki, bəli, bu əqlidir və əqli, ikinci müqəddiməni əqli gətirməlisən. Çünki birinci müqəddimə, ikinci müqəddimə və kiçik müqəddimə, yəni böyük müqəddimə arasında bağlılıq var və bunun, yəni kiçik müqəddimə ki, hissi hökmlərdən təşkil olunur və xüsusidir, bu böyük müqəddimə ilə əlaqələndirməliyik ki, nəticə ortaya düzgün çıxsın və hisslərimizdə biz səhvə yol verməyək. Məsələn, böyük müqəddimədə dediyimiz kimi paradoksdan təşkil olunmalıdır. Yəni, elə ki, böyük müqəddiməni əqli hökm gətirəndə orada, ümumi əqli hökm gətirəndə paradoksdan təşkil olunmalıdır. Yəni, onun kökündə paradoks söykənməlidir ki, biz buradakı kiçik olan müqəddiməni, kiçik olan müqəddimədə olan o xüsusi olan hissi hökmü isbat edib nəticə əldə edə bilək. Bu da belə. Yəni, bu şərtlə xülasə qeyd edək ki, ilkin prinsipə söykənsə, bəli, onda hissi hökmlər insanı səhvə düçar etməz. Sonra dostlar, ilkin prinsiplər ümumi
qəziyyəni, yəni ümumi qəziyyədir. İlkin prinsiplərin ümumi qəziyyədən ibarət olur, amma hissi hökmlər isə hissi hökmlərin nəticəsi xüsusi olur. Belə deyək, ilkin prinsiplər adətən ümumi bir şeyi isbat eləmək üçün gəlir. Ümumi qəziyyələrdən olur, ümumi qəziyyələrdən təşkil olunur ilkin prinsiplər. Dediyimiz kimi paradoks qeyri-mümkündür, adətən bu ümumi bir şeyə aid olur. Amma müşahidələr isə, müşahidələrin nəticəsi həmişə gəlir xüsusi olur. Çünki müşahidə, biz xüsusi şeyləri müşahidə edirik, cüziyyətləri müşahidə edirik, ümumi şeyləri müşahidə edib gəlib demirik. Ümumi bir nəticə əldə eləmirik ki, xüsusi şeyləri müşahidə edərək gəlib onun barəsində nəticə əldə edirik. İlkin prinsipə dəlil gətirmək olmur, mümkün deyil dəlil gətirmək, amma müşahidələri əsaslandırmaq lazımdır ki, ilkin prinsip vasitəsilə lazımdır ki, səni yəqinə çatdıra bilsin. Yəni, böyük müqəddiməsi ilkin prinsipdən olmalıdır ki, bu kiçik müqəddiməni ilkin prinsipindən vasitəsilə əsaslandırıb nəticə əldə edə biləsən. Deməli, dostlar, bu bizim hissi hökmlər barəsində oldu. Mövzumuz hissi hökmlər barəsində aksiyonların ikinci hissəsi olan hissi hökmlər idi. Və xülasə qeyd etdik ki, ilkin prinsip dəlilə ehtiyac olmur onu əsaslandırmaq üçün, amma hissi hökmlər səhvlərə düçar ola bilir, insan səhvlərə düçar edə bilir. Biz bunu yəqin etmək üçün, xüsusi mənada yəqin etmək üçün mütləq olaraq ilkin prinsiplər, o sillogizm qurub kiçik müqəddimə, böyük müqəddimə quranda, o kiçik müqəddimə gəlib demək xüsusi olanda və həmçinin hissi hökmlərdən olanda onun müqəddiməsi, yəni böyük müqəddimə, ikinci müqəddimə artıq paradoksdan təşkil olunan bir hökm olmalıdır ki, onu yəqinə çatdırıb nəticə əldə edə bilək. Yəni birinci müqəddiməni yəqinə onun vasitəsilə, yəni belə deyək də paradoksa söykəndirməliyik ki, yəqinə əldə edə bilək, hissi hökmlərimizdə səhv etməyək. Növbəti inşallah dərsimizdə isə təcrübə hökmlər haqqında danışacaq dostlar. Bura qədər sağ olun, salamat qalın.